28 may Müstəqillik günündə Laçın şəhərində keçirilən Azərbaycan, Türkiyə, Pakistan zirvə görüşü həm tarixi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu görüş dostluğun, müttəfiqliyin və qarşılıqlı inamın əyani sübutudur. Zirvə görüşünün Laçında keçirilməsi Azərbaycanın suverenliyinin təsdiqi, həm də qardaş Türkiyənin və Pakistanın ölkəmizin ərazi bütövlüyünə növbəti dəstək nümayişidir. Zirvə görüşündən əvvəl Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Xüsusi vurğulanmalıdır ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən 3-cü beynəlxalq hava limanıdır. Füzuli və Zəngilan beynəlxalq hava limanlarının açılışı da Türkiyə Prezidentinin iştirakı ilə baş tutmuşdu və belə əhəmiyyətli tədbirlərin birgə şəkildə reallaşması artıq ənənə halını alıb. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Türkiyə və Pakistanın 2020-ci il Vətən müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. Bu iki qardaş ölkənin Azərbaycanın haqlı mövqeyini dəstəkləməklə regionda ədalətin bərpasına töhfə verdiyini qeyd etdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan da öz növbəsində həmişə Türkiyə və Pakistanın yanında olub. Bu da qarşılıqlı etimad və həmrəyliyin təməlini təşkil edir. Pakistanın baş naziri Şahbaz Şərif isə Azərbaycan və Türkiyə prezidentlərinə Hindistanla münaqişədə Pakistana göstərdikləri dəstəyə görə minnətdarlığını bildirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Türkiyə, Azərbaycan və Pakistan arasında həmrəylik və atılan birgə addımların seçim məsələsi deyil, zəruri ehtiyac olduğunu bildirdi. Erdoğan, Türkiyə, Azərbaycan və Pakistan liderlərinin üç tərəfli zirvə görüşlərinin mütəmadi keçiriləcəyini vurğulayaraq, nazirlər səviyyəsində görüşlərində planlaşdırıldığını qeyd etdi. Daha sonra üç ölkənin lideri Laçın şəhərində 28 may Müstəqillik gününə həsr edilmiş konsertdə iştirak etdilər. Azərbaycan, Türkiyə və Pakistan arasında üç tərəfli əməkdaşlıq yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevirmək potensialına malikdir. Bu əməkdaşlıq modeli təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı faydalı və tarazlı münasibətlərin formalaşmasına töhfə verir. Qardaş ölkə liderlərinin ölkəmizə səfəri münasibətlərimizin sarsılmaz olduğunu göstərməklə yanaşı, daha böyük uğurlara yol açacaq mərhələnin əsasını yaratdı. Regionda Azərbaycan, Türkiyə və Pakistan müqayisə olunmaz güc mərkəzidir və istənilən qlobal layihələr bu mərkəzlə razılaşdırılır. Qardaşlıq, ortaq tarix və ümumi maraqlara əsaslanan bu format gələcək illərdə siyasi, iqtisadi və təhlükəsizlik istiqamətlərində daha da dərinləşəcək beynəlxalq aləmdə nüfuzlu üç tərəfli bloklardan birinə çevrilə bilər.